gəlmişik Ağzagən çayına. İndi biz buradayıq. İndi mən soruşacağım ki, nədən soruşacağım ki, Xocalıda siz neynəmsiz? Onu soruşacağım indi. Xocalıda indi siz neynəmsiz? Xocalıda biz Xocalı şəhərini ermənilər dörd bir tərəfdən hücum elədilər. Xocalını aldılar. Xocalı cəmaatını çoxu Xocalı faciəsində hamısı şəhid oldu. Mən də ailəmlə, uşağımla bir yerdə evdə əsir düşdük. Əsir düşdük, bizi gətirdilər Əskərana. Əskəran da ermənilərin yaşadığı gül yerdir. Əskəran rayonunun polis şöbəsinin badvalına yığdılar. Həmin badvalda biz ora gələndə həyat yoldaşı Mustafayev Vidadi yaralı həmin badvaldaydı. O erməniləri öldürmüşdü. Öldürdüyü erməninin dostları və qardaşı Vidadini tutmuşdu. Onlar hər dəqiqə bizə zulüm verirdilər, bizi döyürdülər. Bizə yoldaşımın elə həyat yoldaşı olduğu üçün bizə zulüm verirdilər ki, boynumuza alaq. Amma biz boynumuza almırdıq. Yoldaşım deyirdi ki, nə badə mənim həyat yoldaşım olduğunu ermənilərə bildirəsiz. Heç kim bilməməlidir. Əgər onlar bilsə, sizi, uşaqları da, səni də gətirib bizim mənim qarşımda öldürəcəklər. Əzab-əziyyətlə öldürəcəklər. Mən ona dözə bilmərəm. Mən gərək elə həmin dəqiqəsi ürəyim partlayıb öləm. Ona görə qoy sizi öldürsünlər başqa yerdə, mən başqa yerdə. Sizin ölümünüzü mən görməyim. Bu söz məni çox tutdu. Mən baldızımı, böyük qızımı, həmin badvalda karabat var idi. Karabatın altına saldıq, gizlədik. Balaca İraq olsun səndən. Sənin kimi uşaqlar var idi. Karabatın üstünə yığdıq, oturtduq ki, bizim qızlarımızı, nişanlı qızlarımızı ermənilər görməsin və zulüm verməsin. Erməni gələndə yanımdakı Xocalı sakinləri başımı örtdülər, bizcə gözlərim göründü. Dedi, başını örtdükcə gözlərin görüksün, qoy erməni səni tanımasın. Tanıyıb aparıb Vidadinin gözünün qarşısında sizə zulüm verməsinlər. Mən də başımı örtdüm, bizcə gözlərim görüldü. Ermənilər girirdi içəri, Rahilə gəlsin, Rahilə gəlsin. Arvadlar deyirdilər ki, yanımdakı sakinlər deyirdilər ki, bəs Rahilə yoxdur burada. Deyirdi, yox, onda hamı məndən bir-bir danışmalıdır. Girirdi, hamının başını bir-bir çəkib açırdı, hamı ilə danışırdı. Gecə saat 3-4 olardı. Məni orada döydü. Döydü ki, sən Rahiləsən. Dedim, yox, mən Rahilə deyiləm. Dedilər, burada saxla. Sən Rahiləsən. Dedim, nədən bilirsən? Dedi ki, sizi əsir götürəndə sənin səsini mən beynimdə saxlamışam. Ona görə də mən bilirəm ki, sən doğrudan da Rahiləsən. Sənin səsin mən elə bir beynimdə qalıbdır. Məni balaca qızım qucağımda bələkdə idi. Onu qucağımdan aldı, elə tulladı, uşaq getdi, düşdü arvadların qucağına. O birisi oğlum böyrümdə oturmuşdu, elə uzanıb beton üstə yatmışdı. Qızım da karabatın altında, baldızım karabatın altında. Məni çəkdi, məni döydü. Nə qədər döydü, nə qədər bax, burama bax. Bura bıçaq yeridir. Ermənilər nə qədər bıçağı çənəmin altından tutdular ki, əgər boynunu alsan da sən öldürəcəyik, almasan da. Amma yaxşısı budur bəri başdan boynuna. Mən dedim, mən onu tanımıram. Mənim yoldaşım çoxdan rəhmətə gedibdir. Mən kiminsə yoldaşına gedib yoldaş deyə bilmərəm. Mən o adamı tanımıram. Siz məni, yəni bura nahaqdan gətirmişsiniz. O adamın heç ailəsini də mən tanımıram. Nəysə erməni məni döydü. Məni döyəndə səsimdən
çöldə bizdə bir erməni var idi, atam dilindən o vaxtı kirvə olub da. Bu mənim səsimi eşidib, çöldə eşidib gəldi. Gələndə məni erməninin əlindən aldı. Biz orada əsirlikdə olduğumuz, orada qaldığımız yerin qapısını belə açdı. Məni qapının arxasında belə qoydu. Belə qoydu, üstündən də fuşlatını çıxartdı, saldı çiynimə. Dedi ki, uşaqları gedirəm içərdən götürəm, səni bu gecə dəyişəcəm. Mən səni dəyişməsəm, sənin yoldaşın onun 15'e yaxın dostunu öldürüb, 20 yaşında qardaşını öldürüb. O insan özünə söz verib ki, qardaşımın qəbrinin üstündə 20 dənə baş kəsməliyəm. Onda mən qardaşımın qanını almış olaram. Erməni çıxdı, bu adam komandiriymiş onların üstündə, bilməmişik. Həmin komandir bizi götürdü, dedi burada dur. Orada durdum, çıxıb maşın danışıb. Həmin maşından gəldi ki, mənim uşaqlarımı birinin qoluna girdi, birinin qucağına aldı. İkisinin qucağına alıb, bu birinin də qoluna girmişdi. Həmin uşaqlardan biri bu kızımın anasıdır. Balaca qucağında olan bu kızımın anasıdır. Həmin onu gətirdi, verdi mənim qucağıma, bunları da götürdü, bizi gətirdi, mindirdi. Şuşa rayonunun orada Qaçaqaşda bir skorisi var idi. Həmin skoriya bizi yığdılar. Dedi, bugün sizi dəyişəcəm. Mən sizə gələndə o vaxtlar sənin anan mənim qabağıma çoxlu camış qaymağı qoyur. Yeməklər qoyur. Mən onu itirmərəm. Mən sizi dəyişəcəm. Gedəndə də deyərsən ki, məni Aşot dəyişdi. Bizi dəyişdilər, baldızım qaldı orada. Baldızım qaldı əsirlikdə. Həmin baldızıma görə mən ağladım, bunun ayaqlarına yıxıldım. Dedim ki, mənə yaxşılıq eləmişsiniz. Heç olmasa axıra kimi yaxşılıq eləyim. Mən dedim, nə olur? Dedim, mənim baldızım içəridə karavatın altındadır. 2 dənə də saçı var, yerlə sürünür, topuqdandır. Onu da gətirsəniz, lap razı olaram sizdən. Allah köməyinizdə dursun. Heç olmasa bir-birinin evinə getmişik, gəlmişik. Bir-birimizlə danışmışıq, uşaqlıqda oynamışıq. Heç olmasa bunların xətrəsi üçün mənim balınız, heç olmasa yoldaşımı öldürürsünüz. Dedi, yoldaşının dünənləri yox, erməninin 3 günü başın kəsdi qəbrin üstündə. Mən ona sağ heç nə deyə bilmərəm. O öldü. Amma baldızını gedib indi gətirəcəm. Bizi Ağdamda xalq cəbhəsinə gəldik. Qabağımıza bir stəkan çay qoydular cəbhədə. Kimdir orada çörək yeyən? Bir həftədir aşsızıq. Heç kimin boğazından yemək getmir. Rahilənin də, o da baldızımın da adı Rahilədir. Rahilənin elə bil orada qalmağa da mənə çox pis təsir elədi. Mən elə bir stəkan çay töküb qabağımıza qoydular. Baxdım, Rahilə qapıdan girdi. Erməni gedib, onu götürüb gəlib. Gətirib onu da dəyişdi. Dedi, amma mən yoldaşına söz verə bilmərəm. Yoldaşımı aparıb, erməni öldürdüyü erməninin qəbrinin üstündə başını kəsdilər. Hələ də bu günə kimi o meydin almamış. O itkin gedir. İtkinlər kimi həmin siyahıda gedir, tapılmır. Harda bastırıblar, nə tər eləyiblər, o hələ tapılmır. Mən indi bir erməni ilə danışmışam. Xankəndində bir erməni var. Orada bir haqçıyıq var idi. Mən o haqçıya yaxınlaşdım. Dedim, burada mən kiminlə danışa bilərəm ki, 92-ci ildə mənim yoldaşımı gətirib Xankəndində erməni qəbir üstündə başını kəsiblər. Buradakı bu ermənilərdən hansı o vaxtı orada həmin faciəni yaşaya bilər, həmin faciəni öz gözü ilə görə bilər.
O mənə Mişa adında bir erməninin adını dedi. Mən gəldim ermənilərin içinə, dedim burada Mişa kimdir? Bir yekəpər erməni çıxdı. Dedim mənəm, nə lazımdır? Dedim mənim yoldaşımı Xankəndində gətirib erməninin qəbrinin üstündə başını kəsmisiniz. Mən sizdən bir xahişim var. Onu harda bastırmısınız, hardadır? Onların cənazəsini biz aparmaq istəyirik. Xahiş eləyirəm. Dedim siz hardansınız? Dedim mən Xankəndin sakiniyəm. Dedim Mustafayev Vidadi Şafaqoğlu Xankəndi sakin edib. Atarbekov 18 nömrəli evdə yaşamışıq. Bəlkə də uşaqlıqda bir yerdə oturmuşsunuz, çay içmişsiniz, çörək yemişsiniz, bir-birinizi yaxından tanıyırsınız. Xahiş eləyirəm, mənə köməklik elə. Durdu, mən bunu deyəndə bu erməni tutuldu. Qayıtdı ki, həmin adamın adresinizi yazmağa ver. Həmin Xankəndindəki evin adresini erməni yazdı. Yoldaşımın adım, familiyasını götürdü. Mənə dedi, get 3 gündən sonra gələrsən, yoldaşını harda bastırmışıq deyərik. 3 gündən sonra gedə bilmədim. Mən biraz xəstəyəmdir. Gəldim, gedə bilmədim. Nəsə aradan bir xeylaq getdim. Getdim, həmin erməni çölə çıxmadı. Ora gedəndə məni orada polislər, KGB-çiləri nəsə icazə yoxdur erməni ilə danışmağa. Mən bunu başa düşmədim. Erməni ilə görüşə bilmədim. Başqa ermənilərlə görüşdüm. Sonra mənə indi söz veriblər mənə ki, həmin o bastırdıqları yerləri mənə nişan verəcəklər. Biz şəhidimizi oradan çıxardaq gətirək. Bu günə kimi də hələ gözləyirik. İndi biz Qarabağa mənə apara bilərsən. Səni aparacağım Qarabağa. Ayın 27-28-i səni aparacağım. Biz Qarabağda olacağıq. Qarabağda biz olacağıq Ağdamda, Əskərəndə əsir düşdüyümüz yerdə. Oraların hamısını sana göstərəcəm. Xocalıda harda bizi əsir götürüblər, evimizdə. Oradan səni Xankəndinə aparacağım. Harda yaşamışıq əvvəllər Xocalıdan qabaq ora aparacağım. Səni Şuşaya aparacağım. Ermənilər haraları zəbt eləyiblər, haraları götürüblər. Bizim torpaqlarımız hamısı əsir idi. Torpaqlarımız da əsir idi. Mənim oğlumun qəbri orada əsir idi. Nənəmin qəbri orada əsir idi. Biz gedə bilmirdik. Şükür, bugünkü günə çox şükür ki, bizim torpaqlarımızı Allah İlham Əliyevin, prezidentimizin canını sağ eləsin. Ona Allah ömür versin ki, bizim torpaqlarımızı aldı. Bugünkü gün biz rahat Qarabağımıza gedib gəlirik. Sən də gedəndə məktəbdə müəllimlərinə, sinif yoldaşlarına mənim danışıqlarımı danışarsan, dərsən mən bir Goranboy rayonu yuxarı Ağcakənd qəsəbəsində bir şəhid ailəsinin evində qonaq oldu. Bizi apardı, gəzdirdi, öz həyatı haqqında bizə danışdı. Mən də çox pis oldum, çox kədərləndim. İndi mən onu sizinlə bölüşürəm. Sinif yoldaşlarımla bölüşürəm. Belə bir ailənin qonağı olmuşam. Mən də səni çox istədim. Mənə verdiyin suallara görə də bu mənim yaddaşımdan heç vaxt silinməyəcək. Heç vaxt.